Birinci Qarabağ müharibəsinin itkin şəhidi Fikrət Abbasoğlu Əzizov oktyabrın 30-da paytaxtın Qaradağ rayonunda yerləşən Sofi Həmid Piri qəbirstanlığında dəfn olunub. Dəfn mərasimində şəhidin ailə üzvləri, Qaradağ rayon icra hakimiyyətinin nümayəndələri, Müdafiə, Daxili İşlər Nazirliklərinin əməkdaşları, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinləri iştirak ediblər. İtkin şəhid yaylım atəşi və hərbi orkestrın müşayiəti ilə dövlət himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. Tabutun büküldüyü Azərbaycan dövlət bayrağı şəhidin yaxınlarına təqdim olunub. 91-ci ildə getmişik. 1-ci Könüllü batalyonu idi. Başqa elə bir rayonlarda da olmuş. Axırıncı dəfə Xozalıya gəlmişdi. Xozalı hadisəsində belə. Xozalı çox oldular ancaq. Qalıqları oradan tapılır. Öyle qazıntıda 4 nəfər bunların uşaqları olub, 4-ü də oradan çıxıb. Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Fikrət Əzizov 1961-ci il yanvarın 13-də paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub. O, 1992-ci il fevralın 26-sında Xocalı istiqamətində gedən döyüşlərdə itkin düşüb. Fikrət Əzizov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bugün dəfn olunan 4 şəhiddən biridir.